Cümlələrdən biri quruluşdan mürəkkəb deyil. Mən dərslərimi yaxşı oxumuram, gündəlik qaydaları təkrarlamıram. Oxumayanlar mənəm, təkrarlamayanlar mənəm. Deməli, bu nədir? Həmcins xəbərli sadə cümlədir. Deməli, A variantı mürəkkəb deyil. B variantında biz nəyi görən kimi başa düşək ki, bu mürəkkəb cümlədir. Yəni, bəli, kini görən kimi, yəni bağlayan vasitəni görən kimi bilirik ki, bu tabiri mürəkkəb cümlədir. Sizcə C variantında düşündüm gedib, bunun hər ikisi mənə aiddir. Amma düşündüm ki gedib. Bir də demişdik ki, əgər tabiri mürəkkəb cümlənin xəbərlərdə şəkillər fərqlidirsə, biz yenə onu müəyyənləşdirəcəyik mürəkkəb kimi. D variantında mən oxuyuram, sən yazırsan. Oxuyan mənəm, yazan sənsən. Nəticədə bu qarşılaşdırma əlaqəli tabisi mürəkkəb cümlədir. Y variantında nə günlər tez keçir, nə də mən işi davam etdirə bilmirəm. Tabisiz mürəkkəb cümlə hansı əlaqə? Zaman əlaqəsi, bəli ki. Keçən gündür, davam etdirə bilməyəndə mən. Variantımız nə oldu burada? A variantı. Gəldi 7-yə, su istədim, şərbət verir içməyə. Qarşılaşdırmadı, bəli. Su istəyən mənəm, şərbət verən odur. Amma mən su istəmişəm, o şərbət verir. Nəticədə nə olur? Qarşılaşdırma əlaqəli tabisi mürəkkəb cümlə. Yəni, bir fikir digəri ilə qarşılaşdırılır.